Təsəvvür edin, diplomların tanınması məsələsi. Hər il sertifikasiya, nə bilim, hər bir şey. Təsəvvür edin, vəkil bir xidmət növüdür. Milyon dəfə qaldırmışam bu məsələ. Vəkil bir xidmət növüdür. Adam Bakı Dövlət Universitetinin və yaxud da bir başqa universitetin hüquq fakültəsini tutarır, gedir vəkilliyə imtahan verir. Bəs buna oxumuşdu. Bəs bunun diplomu nə idi? Nədən ötürü idi? Necə yəni vəkillər bürosu bir vəkilin vəkil olmasına izin verməlidir? Bu xidmətdir adamlara. Bərbər kimi bir şeydir. Saçını yaxşı qırxmırsa bərbər, o bərbərin yanına getməyəcəksin, gedəcəksin təzəsinin yanına. Bu vəkil də sənin məhkəmədə hüquqlarını qoruyur. Yaxşı qorumayacaqsa, gedəcəksin başqasının yanına. Bunun üçün niyə dövlət nəzarəti olmalıdır? Nədən ötürü? Axı bu diplom alıb Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bunun ixtisası hüquqşünasdır. Bunun rəsmən diplomu Təhsil Nazirliyi tərəfindən tanınıb. Bu niyə imtahan verməlidir? Demək, sənin orada təhsilin yerində olmayıb. Özün də bilirsən. Özün də bilirsən ki, orada oxumayıblar. Mən belə təhsilin nəyindən razı qala bilərəm. Ona görə deyəm, təhsil bütövlükdə dəyişməlidir. Bu cür təhsillə biz heç biləcəkdən o tərəfə keçə bilmərik.